Deməli, qaydamız nədir? İnşallah ki, imtahana qədər daha ödəniş eləməyəcəksiniz. Elə bir dəfə etdiyiniz ödənişin axıra qədər də davam eləyəcəyik. Çox güman ki, sertifikasiya imtahanları bunun 20-sindən başlayacaq keçən il kimi müəllimlər. Və bizim dərs saatlarımız 1, 3, 5 saat 9-dadır. Qaydalarımız belədir. Mən dərsi dərs vaxtı izah eləyirəm. Qəşəng sınaqlar işləyirik. Sual-cavab edirik, diskussiya yaradırıq. Sonra mən sizə qısaldılmış PDF-lərimi atıram ki, siz orada məsəl üçün hansı məqamları oxumalısınız, nələr lazımdır. Çünki bəzən kurikulumda elə mövzular var ki, yəni çox uzun uzadıdır və sizin vaxtınızı alır. Təkrar edəndə də siz təkrar edib çatdıra bilmirsiniz. Amma əlinizdə PDF-lər olanda artıq siz onu kitab kimi tikəcəksiniz. Yəni bir yerə, bir fayla yığacaqsınız, lazım olanda da oxuyacaqsınız. İzahlarınız göndəriləcək, testləriniz göndəriləcək, PDF-ləriniz də göndəriləcək. Və sizdən istəyimiz nədir? Dərsdə aktiv olasınız və diskussiya yaradarkən, sual-cavab edərkən aktiv olun. Bu sizə həm də müəllimlər sertifikasiya imtahanında da kömək olacaq. Çünki siz müsahibədə ünsiyyət qurmalısınız, canlı ünsiyyət olmalıdır, sual-cavab eləyəcəklər və bunun üçün də sizə həm də kurikulum bilgisi lazım olacaq. İstər birinci mərhələ üçün, istər ikinci üçün, bu sizin üçün böyük bir fürsətdir. İndi müəllimlər, başlayalım dərslərimizə. Mən dərsi keçdikcə, izah verdikcə sizdən sual-cavab edəcəm. Razılaşdıq? Bilməm. Aha, yes. Yəni bizim sistemimiz belədir. Mən sizi görməliyəm, görə bilmirəm. Yox, siz məni bu dəqiqə görənmirsiniz. Nəyə görə? Çünki mən ekrana kitab gətirmişəm. Yəni siz də kameranızı bağlaya bilərsiniz, narahat olmayın. Əsas məsələ odur ki, mən sizin səsinizi eşidirəm, yəni diskussiya qura bilirik. Yaxşı müəllim? Yəni bunun üçün bir problem yox. O məsəl üçün mən şagirdləri də açdırıram ki, şagirdlər bəzən aldatmağa çalışırlar müəllimi, amma sizin üçün elə ehtiyac yoxdur. Gəlin birinci baxaq nəyə. Bəlkə ola bilsin ki, müəllimlər elə günlər olacaq ki, rahat dərslər olanda dərsi keçəcəyik. Razılaşdıq? Çünki zamanında çatdıraq, bir də situasiya. İndi qrupda hər müəllim də söz verib, sual-cavab olunanda ixtisasını deyəcək, ixtisasa uyğun da situasiya sualları verəcəyik. Və birinci dərsimiz kurikulum nədir? Yadınıza gəlirsə, keçmiş kurikulum kitablarında müəllimlər, kurikulumun belə bir tərifi var idi. Kurikulum təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün vacib məsələləri özündə əks etdirən konseptual sənəd idi. Konseptual nə idi? Dəyişkən. Amma yeni Time kitabında bilirsiniz ki, biz də Time-la asılı vəziyyətdəyik, yəni dəyişiklik nədirsə ona uyğun gedirik. Yeni Time-da artıq konseptual sözü yığışdırılmışdır. Məsələn, baxın, mən daha çox xoşlayıram, necə dərs keçim, lakonik, yəni sizə sərsəri göstərəcək. Kurikulum ölkəmizə hansı yeniliklər gətirdi? Kurikulum ölkəmizə gətirdiyi yeniliklər o idi ki, yəni şagirdlərə söz azadlığı verildi, şagirdin söz demək hüququ oldu, daha sonra təhsildə daha çox keyfiyyətə üstünlük verildi, nəinki kəmiyyətə, keyfiyyətə daha çox üstünlük verildi. Ondan sonra kurikulumun üstünlükləri nə idi? Məsələn, aydın məqsədlərinin olması idi, bu günün tələblərinə cavab verməsi idi. Həm də kurikulum hansı ölkədə tətbiq olunursa müəllimlər, o ölkənin mədəniyyəti, tarixi və mentaliteti də nəzərə alınır. Yəni ona uyğun olaraq kurikulum tətbiq olunur. Kurikulum ədalətlilik gətirdi, inklüzivlik gətirdi. İnklüzivlik nədir müəllimlər? Bir nəfər desin. Zeynəb müəllimə, inklüzivlik nədir? İnklüziya. Nə demək? Kim deyə bilər? Əl işarəsi qaldıra bilərsiniz. Nə deməkdir müəllimlər inklüziya? İnklüzivlik bilirsiniz nədir? Deməli, bu sağlamlıq imkanı məhdud olan şagirdlərin və digər şagirdlərlə birgə təhsil, yəni bərabər imkanların gözlənilməsi. Hər kəs bərabərdir. İnklüzivliyi gətirdi, ədalətliliyi gətirdi, şagird yönümlülüyü gətirdi. Daha sonra kurikulum üstünlüklərindən biri də açıq və çevik olması idi, yeniliklərə açıq olması idi. Bunlar bir sözlə kurikulumu təriflədik. Baxın, təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi.
Gözəl insanlar, təzə kitabda yığışdırıblar kurikulumun prinsiplərini, amma testlərdə hələ də qalıbdır. Kurikulumun 6 dənə prinsipi var. Bunu indi mən sizə PDF-də göndərəcəm, çünki testlərdə çıxır. Sonra mən sizlə sual-cavab eləyəndə siz buradan suallara cavab verəcəksiniz. Mən prinsipləri necə yadımda saxlamışam? Nitq, şu. Non nəticə yönümlülükdür. Nəticələrin əvvəlcədən müəyyən olunmasıdır. Yəni, tutalım ki, bir müəllim dərsə hazırlıqlı gedirsə, kurikulumun nəticə yönümlülük prinsipini gözləmir. Yaxşı, indi aranızdan bir nəfərə sual verirəm. Xahiş edirəm, səhvlərinizi aktiv sual-cavabda iştirak edin. Xalidə müəllimə olsun. Xalidə müəllimə, deyin görək zəhmət olmasa. Amma məsəl üçün, mən sizə situasiya dedim, nəticə yönümlülük. Sizə ixtisas səhv etməmsə riyaziyyatdır. Orada elə bir situasiya sualı qurun ki, kurikulumun nəticə yönümlülük prinsipi pozulsun. Pozulsun müəllimə. Amma öz ixtisasınızla əlaqəli deyil. Kurikulumun yazımdan çıxartmışam. Nəticələr nədir? Nəticə yönümlülük nəticələrin əvvəlcədən müəyyən olunmasıdır. Yəni müəllimin əvvəlcədən hazırlaşmasıdır. Bizim icmalının yerində olma. İndi siz mənə elə bir situasiya deyin ki, orada nəticə yönümlülük pozulsun. Əgər mən icmalsız gəlirəmsə, dərsə gündəlik icmalsız və orada lövhədə qeyd etmirəmsə məqsədi, onda pozulmuş olur. Nəticələr əvvəlcədən müəyyəndir. Məsələn, mən ixtisasımızla əlaqələndirim riyaziyyatla. Müəllim bu gün ehtimal dərsini keçəcək, lakin dərslikdəki tapşırıqlara nəzər salmayıb, şagirdlərə izah edərkən səhvlərə yol verir. Kurikulumun hansı prinsipi pozulur? Hansı prinsipidir müəllimlər? Özlərində işləməyib müəllim. Dərslikdəki tapşırıqları həll edərkən çətinliklərlə rastlaşır. Hansı prinsipin pozulmasıdır? Nəticə yönümlülük. Niyə? Çünki müəllim hazırlıqsız gəlibsə, nəticə yönümlülüyün pozulmasıdır. Sonra gəlir, gözəl insanlar, inteqrativlik. İnteqrativlik nədir? Mənası əlaqələndirmə deməkdir. Baxın, testlərdə bu düşür, amma kitabda yığıblar o qaydanı. Ona görə mən sizə PDF-də onu atacağam. İnteqrativlik əlaqələndirmə deməkdir. İnteqrasiya, əlaqələndirmə. Onun da növləri var. Fən daxili inteqrasiya. Sonra fənlər arası inteqrasiya və fən üstü inteqrasiya. Fən daxili inteqrasiya nədir? Eyni fənin daxilindədir. Yəni, kimyanı kimyanla əlaqələndirirsiniz, riyaziyyatı riyaziyyatla. Və fən daxilinin də 2 dənə növü var. Bir var şaquli, baxın çarpaz çəkirəm. Bir də var üfüqi. Şaquli nədir? Yəni, sinifdən sinifə əlaqələndirmədir. Bu nə deməkdir? Məsələn, mən tutalım ki, 6-cı siniflərə sentyabr ayında keçdiyim bir dərsi, nə bilim, apreldə soruşuram. Bu, fən daxilinin üfüqisidir. Çünki eyni il ərzində tədris olunan hansısa bir mövzudan sual verirsinizsə, bu fən daxilinin üfüqisidir. Amma bir də var ki, mən 11-ci sinifə vurma cədvəlindən sual verirəmsə, müəllimlər, mən ona görə deyirəm ki, ixtisas müəllimləri diqqətli olun ixtisasınızla bağlı suallarda. Siz bilirsiniz ki, məsələn, həmin o vurma cədvəli nə vaxt keçirir? Lap aşağı siniflərdə. Deməli, inteqrasiya var burada. Hansı inteqrasiyadır müəllimlər? Üfüqidir yoxsa şaquli? Hansıdır? Şaquli. 11-ci siniflərə təsəvvür 2-ci sinifdən sual verirsiniz. Deməli, bu nədir? Şaquli. Sinifdən sinifə olanda şaqulidir. Eyni sinif daxilində olanda isə üfüqidir. Aydın oldu mu müəllimlər? Məsələn, 11-ci siniflərə tutalım ki, bax, mən ona görə deyirəm ki, ixtisasda diqqətli olun. 11-ci siniflərə sual verir sektorun sahəsindən. Dairənin sektorunun sahəsi. 11-lərə sual verir. Sizcə inteqrasiyanın hansı növüdür? Fən daxili şaquli. Ay, sağ ol. Niyə? Çünki həmin o dərs dairənin sahəsi keçilir 9-cu sinifdə. 6-cı sinifdə, aşağı siniflərdə keçilir. Dairə sektorunuzu, bəli, artıq təzə kitablarda 6-da keçilir, amma köhnələrdə 9-da keçilir. Yəni, belə deyək, bir sözdən aşağı siniflərdə keçilir. Bunu başa düşdük. Fənlər arası isə odur ki, 2 və daha çox fənin bir-biri ilə əlaqələndirilməsidir. Məsələn, fənlər arasında götürə bilərik
Deməli, kimya ilə riyaziyyat götürə bilərik müəllimlər. Məsələn, faiz məsələləri, məhlul məsələləri riyaziyyatda da var, kimyada da var. Nə bilim, ədəbiyyatla tarixi götürə bilərik. Ədəbiyyatda məsələn hansısa bir tarixi şəxsiyyət keçəndə onun hansısa bir şeiri varsa, məsələn Şah İsmayıl Xətai olsun. Ondan bir şeir sitat gətirirsə, deməli bu da yenə nədir? Fənlərarası inteqrasiya. Fənn üstü inteqrasiya isə müəllimlər, yadınızda saxlayın. Bu artıq həyatla əlaqələndirməkdir və yəni öyrəndiyini artıq tətbiq edirsənsə, bu olur fənn üstü inteqrasiya. Məsələn, məktəbdə mənim sahə dərsi keçiblər. Mən gedirəm evdə metrəni alma alıram, evin sahəsini ölçürəmsə, artıq hansı inteqrasiyadan istifadə edirəm müəllimlər? Hansıdır? Fənn üstü. Fənn üstü həyatla əlaqələndir. Aydın oldu mu müəllimlər bu dərsiniz? Aysa, indi keçək sual cavabımıza. Keçirik. Ən şairələr gəlsin, başlayaq sual cavab edək. Görək kim nəyə başa düşür? Nurayna Həsənova var. Nurayna müəllimlər, sual cavabda iştirak eləmək istəyirsiniz. Bax müəllimlər, İnanın mənə, bu üsul sizin həqiqətən köməyinizə çatacaq. İmtahanda, müsahibədə, danışın bacardığınız qədər. Ünsiyyət qurun. Aha, başlayalım. Tamam, mən sənə xeyir olsun. Hər vaxtınız xeyir olsun müəllimə. Hə, Nurayna. Mən hələ bir gün qışılıram müəllimə istəyirəm. Yəni, belə testlərə baxmışam, amma tam məlumatlı deyiləm də qrupumdan bağlı. Problem deyil müəllimə, olsa mən sıfırdan keçirim. Bax, bu dəqiqə keçdim, bu dəqiqə sual cavab edim. Mən sizə indi, baxın, kurikulumun prinsiplərindən biz dedik, nəticə yönümlülük, inteqrativlik, amma tələb yönümlülük hələ deməmişik. Tələb yönümlülük nə idi? Dövrün tələblərinə uyğunluq olma. Yəni, dövrün tələbi nədirsə, ona uyğun dərslimizdə qurulur. Qiymətləndirmə isə şagirdin nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir. Yadınızda saxlayın, nailiyyətinə, fəaliyyətinə yox ha. Şagird yönümlü isə şagirdin maraq və tələbatlarının nəzərə alınması, potensial imkanlarının üzə çıxarılması, şagirddə belə deyək ki, özünü ifadə bacarığını üzə çıxarır. Yəni bir sözlə şagird yönümlü şagirdin maraq, tələbatının üzə çıxarılmasıdır, inkişaf etdirilməsidir. Bir də var şəxsiyyət yönümlülük. Müəllimlər, bir insanı şəxsiyyət kimi yetişdiririksə, onda idraki, emosional, psixomotor bacarıqları da inkişaf etdiririk. Məsələn, orada var, deyir ki, şagirddə həyati bacarıqları inkişaf elətdiririk. Müəllimlər, həyati bacarıqlar nədir? Nədir həyati bacarıq? Həyatda insana nə lazımdır? Çeviklik lazımdır, müəllimlər. Sonra nə lazımdır? Liderlik, çeviklik, liderlik, təşəbbüskarlıq, produktivlik, sosiallıq. Yəni bunlar bir insanın şəxsiyyət kimi yetişməsi üçün vacib amillərdəndir. İdraki, emosional, psixomotor bacarıqların inkişaf etdirilməsi, milli vətənpərvər ruhda yetişdirilməsi, milli bəşəri dəyərlərin aşılanması və bunlar nədir? Müəllimlər, şagirdin şəxsiyyət kimi inkişaf etdirilməsi üçün vacib olan məqamlardır. Yaxşı, indi keçirəm sual cavaba, gözəl insanlar. Müəllimə, burada sizdə sual cavabda iştirak edəcək. Deyirəm ki, daha çox situasiya üzərindən quracaq. Deməli, tarix dərsidir. Müəllim Çin haqqını, Çin dövlətini keçirir. O kimi başlayır elə birbaşa Çinin hansı ölkələrlə müharibədə olub, Çində nə qədər əhali var, daha çox müharibələrdən, sülh müqavilələrindən danışır. Sizcə müəllim burada kurikulumun hansı prinsipini pozur? Deyin görək. Daha çox müharibələrdən, müqavilələrdən danışır. Hansı prinsipi pozur? Situasiya sualıdır. Hansı prinsipi pozur? Baxın, burada Çinin, müəllimlər,
milli bəşəri dəyərlərindən, onun mədəniyyətindən heç nə danışmır. Deməli, kurikulumun şəxsiyyət yönümlü prinsipi pozulmuş olur. Razılaşdıq? Sonra, yaxşı bir sual verirəm. Deyirəm ki, müəllim dərsi danışarkən şagird sual vermək istəyir. Müəllim dərsi izah etdikdən sonra şagird sual vermək istəyir, fikrini bildirmək istəyir. Lakin müəllim şagirdin fikrini dinləmir, yəni öz bildiyi sistemdə dərsini keçir. Sizcə burada müəllim kurikulumun hansı prinsipini pozur? Şagird yönümlülük prinsipi pozulmuşdur. Şagirdlərin maraqları nəzərə alınır. Ay sağ olun. Şagirdin marağı burada nəzərə alınmır. Ay sağ olun. Qəşəng. Sonra deyirəm ki, Leyla dərslərdə çox aktivdir, çevikdir, test həll edərkən vaxtı düzgün idarə eləyə bilir. Sizcə Leylada kurikulumun hansı prinsipi inkişaf edir? İnkişaf yönümlülük müəllimə. Şəxsiyyət yönümlülük yadınızda saxlayın. Yaxşı? Şəxsiyyət yönümlülükdə inkişaf edir burada. Yaxşı müəllimlər, mən indi ekrana test gətirəcəm, test işləyəcəyik, amma xahiş edirəm aktiv olasınız, çünki aktivlik lazımdır burada. Başlayaq. Belə testlərə. Amma situasiya sualları hər gün qrupa göndərəcəm. Mən sizə qrupumuzun belə deyək də fəaliyyətini dedim müəllimlər. Hər şey göndərilir. Canlı diskussiya, sual-cavab. Siz həm də müsahibəyə hazırlaşmış olursunuz. Da bundan artıq nə istəyirsiniz ay müəllimlər? Sadəcə siz aktiv olmalısınız. Bir dəqiqə ekrana mən çıxayım. Bu sınağı işləyirik. 8-ci sual görünmür. 7 sualdır. 5 dəqiqə vaxt verirəm. Düşünün. Əgər təfəkkürün hansı növüdür? Əgər oxşar və fərqli cəhətlərini tapa bilirsə, onda hansı növüdür müəllimlər? Yaradıcı da burada, tənqidi. Yox, tənqididir. Tənqididir. Oxşar fərqli cəhətləri, mənfi müsbət cəhətlərini görə bilir. Müəllim özünü sinifin idarəçisi kimi göstərir. Burada kurikulumun hansı prinsipi pozulur sizcə? Yəni müəllim heç Şagird yönümlülük müəllimə. Şagirdin marağı nəzərə alınmır, istədiyi kimi dərsi keçirsə. Məsəl üçün tutam ki, indi mənə ixtisaslarınızda deyirsiniz zəhmət olmasa. Məsələn, riyaziyyatda belə tutam ki, müəllim üçbucağın sahə dərsini izah edir, hansısa bir çalışmadır. Düsturla izah edir, lakin şagird fikrini söyləmək istəyir ki, məsələn, müəllim bunu düstursuz da həll etmək olar, hansısa bir xətti çəkməklə. Ancaq müəllim bunu eşitmirsə və əhəmiyyət vermirsə, deməli artıq burada hansı prinsip pozulur? Hansı prinsip pozuldu? Şagirdin fikrini dinləmədi, öz bildiyindən yenə getdi. Əvvəl elə idi də müəllimlər. Şagird yönümlülük pozuldu. Şagird yönümlülük, bəli, keçmişdə elə idi də ənənəvi təhsildə. Məsəl üçün müəllimə deyirdi ki, bəli, məsələn mən müəllimə deyirdim ki, müəllim mən daha yaxşı yol bilirəm. Hətta müəllim elə olurdu ki, təhqir edirdi ki, kəs səsini, əyləş məsələn. Məndən yaxşı biləsi deyilsən ki. Amma kurikulum ölçəyə elə bir yenilik gətirdi ki, artıq şagird də öz fikrini sərbəst şəkildə deyə bilir. Üçüncü sualda müəllim dərsi öz istəklərinə cavab verəcək şəkildə qurur. Burada kurikulumun hansı prinsipi pozulur? Yəni yenə şagird yönümlülük. Ay sağ ol, bəli. Çünki burada şagirdin marağı nəzərə alınmadı müəllimlər. Bəlkə şagirdin də bir fikri var idi, istəyi var idi. Amma bir situasiya da var. Baxın, sizi çaşdıra bilər suallarda. Deyə bilər ki, müəllimin keçəcəyi bugünkü dərsi şagirdlər heç sevmirlər və müəllimə deyirlər ki, müəllim bu dərsi keçməyək. Situasiya belədir. Sizin fikrinizcə müəllim nə etməlidir? Şagird deyir ki, keçməyək, biz bu dərsi sevmirik. Müəllim neynəsin ay müəllimlər? Keçməsin? Yox, müəllimə keçməlidir mütləq ki, proqramda vardı. Deməli, müəllim nə etməlidir? Motivasiyanı şagirdlərdə maraq yaratmalıdır. Bəli, motivasiyanı yaxşı qurmalıdır ki, motivasiya nədir? Dərsə cəlb etmədir. Motivasiyanı yaxşı qurmalıdır ki, şagirdlər dərsə maraq, şagirdlərdə dərsə maraq oyansın. Onlar dərsin vacibliyini dərk etsinlər. Bəs yaxşı, motivasiya neçə dəqiqə vaxtınız alar müəllimlər?
motivasiya neçə dəqiqə vaxtınız alacaq? Yəni bir dərsdə, dərs boyunca motivasiyanı neçə dəqiqə aparırsınız? Deyin görüm. Ona vaxt təyin olunur ki, müəllimə. Müəllimə 5-7 dəqiqə aralığında 15 aparılmalı. dəqiqə ərzində Yo, qətiyyən 15 dəqiqə olmaz. 45 dəqiqəlik sizin dərsiniz var. 15 dəqiqə necə motivasiyaya vaxt apara bilərsiniz? Gözəl insanlar. Bu bizə müsahibədə lazım olacaq. İnşallah imtahandan keçin, deyəcəm ona sizə. Baxın, İnşallah. 5-7 dəqiqə ərzində motivasiya aparın. Mən motivasiyanı şəkillərlə də apara bilərsiniz. Slaydlar, video çarxlar və s. maraqlı təqdimatlarla da apara bilərsiniz. Amma 5-7 dəqiqə ərzində. Bəli, mən kitabda var idi 5-7 Bəli, bəli. dəqiqə yadıma düşür. Biz bilirik ki, dərsin 3 mərhələsi var. Bunun biri motivasiyadır. İkinci mövzunun öyrənilməsidir. Lazım olar düşə də bilər. Üçüncüsü isə müəllimlər qiymətləndirmədir. Əslində qiymətləndirmə dərs boyunca da aparıla bilər. Yaxşı, getdik. Sadəcə əlavə sual idi, dedim qoydum indidən. Sonra müəllim deyir, işini planlı şəkildə qurmur. Avtomatik biz bilməliyik ki, müəllim işini planlı şəkildə qurmursa və yaxud da ki, sualı biraz genişləndirə bilərlər ki, müəllim dərsin alqoritmini düzgün qura bilmir, situasiyaları düzgün əlaqələndirə bilmir. Onda hansı prinsip pozulur müəllimlər? Nəticə yönümlü. Ay, sağ olun. Şagird dərsdə öz fikrini çatdıra bilmir. Yəni ünsiyyət qura bilmirsə, hansı prinsip pozulur? İnteqrativlik. Xeyr, şəxsiyyət önümlük. Bir insanın şəxsiyyət kimi yetişməsi üçün müəllimlər ona ünsiyyət qurma bacarıqları da olmalıdır. Yaxşı? Sonra, mən bir də hər dərsdə yadıma salın, situasiya sualları işlədim sizə. Fərqi yoxdur, 5 dənə cavab nəsə olsa işləyək. Yaxşı? Dərsimizdən asılı olmayaraq. Çünki biz bilirik ki, kurikulumda bundan sonra situasiya üzərində qurulubdur. Həqiqətən elədir. Həqiqətən situasiya ilə gedir. Mən məsəl üçün o gün mən Naxçıvan müəllimlərinə YouTube-da müəllimin biri soruşdu ki, müəllimə anlama, xatırlama, nə bilim tətbiq etməyə aid situasiya. Məsələn, belə deyək, lap ibtidailərdə olsun. Məsələn, bir sual var idi. Deyir ki, Pifaqor teoremin tətbiqi ilə tutalım ki, üçbucağın tərəfini tapır Pifaqorla. Müəllimlər, Pifaqorla üçbucağın tərəfini tapmaq hazır halva düsturdur da. Məsələn, hipotenuzun kvadratını tapanda A kvadratı üstə gəl B kvadratı olur. Bu, bilirsiniz, anlamağa aid taksonomiyanın anlamağına gedir. Amma mən dördbucaqlının mürəkkəb məsələləri həll edəndə o tətbiqdir. Sadələri həll edəndə bəli, bu əgər mən anlamadır. kafa sındırıramsa, buradan bir xətt çəkirəm, buradan bir kəşf eləyirəm və yaxud da ki, nə bilim, tutalım ki, verib ki, A kvadratı üstə gəlsin 1/A kvadratı sual. Bu tərəfdən də verib A üstə gələk 1/A bərabərdir 4. Gözəl insanlar, bunun üçün xüsusi düstur zad yoxdur ki, deməli mən kafa işlədirəm, hər tərəfi kvadrata yüksəldirəm, bunu çıxıram, bunu alıram. Bu nədir müəllimlər? Bu artıq tətbiq etmə mərhələsidir. Razısınız? Bəli, bəli. İbtidailərdə tutalım ki, sadəcə düzbucaqlının sayəsini hesablayır, şagird bilir ki, S bərabərdir A vur B-dir. Amma yox da orada hazır düstur bu anlama. Bəli, hazır nəzir düsturda yerinə qoyub. Məsələn, adi bir dənə ədəd ifadə verək. Tutalım ki, 3A üstə gəlsin B. Elə deyir ki, A bərabərdir 4, B bərabərdir 8. Bu tapşırığı həll edən şagirddə idrak taksonomiyasının hansı mərhələsini inkişaf edib ay müəllimlər? Deyin görüm. A bərabərdir 4, B bərabərdir 8 olduqda ifadənin qiymətini hesabla deyir. Bu da anlamazdır. Bəli, hazır halvadır da 3 vur 4 dəqiqə. Yəni burada qeyri-adi bir şey eləmədi ki, bu anlama mərhələsidir. Sonra 7-ci sualda bir də müəllimlər Allah qoysa imtahana gedin keçin. Sonra sizə KSG təhlili falan öyrədəcəm. Müsahibədə düşə bilər. Çünki son vaxtlar KSG təhlili, BSG təhlili, nə bilim, bunların şeyləri var, sual cavabları olacaq, baxarsınız. Çünki məktəblərdə tələb edirəm. Məsələn, 16 suallıqlar var. Nəyə əsasən situasiya sualı qoyursunuz və s. ixtisasınızla bağlı suallar düşə bilər. Deyir, şagird qarşısına qoyduğu məqsədə asanlıqla çata bilmir. Müəllimlər, burada hansı prinsip pozulur? Çata bilmir. Məqsədinə çata bilmir. Nəticə yönümlü sən. Sizcə? Çata bilmir. Hələ şəxsiyyət yetişməyib. Şəxsiyyət yönümlü. Müəllim dərsi sistemli şəkildə keçə bilmirsə, burada nə var?
Nə var müəllimlər? Sistemi Nəticə keçirmək ola nəticə bilməyəcək, yönümlü pozur. orada. Bəli, nəticə ola bilməyəcək. Aha, bu səhiyyə saxlaya bilmərik. Sonra 11-ci sualda deyir, şagirdlər jest və mimikalardan istifadə edə bilmirlər. Bu hansıdır? Jest və mimikalardan Şagird yönümlü. İnteqrativdir müəllim. xeyr. Jest və mimikalardan istifadə edə bilmirsə şəxsiyyətdir. Bilirsiniz niyə? Çünki biz şəxsiyyətdə keçdik idraki, emosional, psixomotor. Hatırladınız? Bəli. Bəli. Deməli, psixomotor bacarıqları zəifdir də. Mimikalardan düzgün istifadə edə bilmir. Sonra. Oy, üzr istəyirəm. Şagirdlər qruplar və iş zamanı müzakirələrdən istifadə etmirlər. Müzakirə yoxdursa nə pozulur? Nəticə yönümlülük. Yox. İnteqrativlik. Müzakirədə nə var müəllimlər? Ünsiyyət var, düzdür? Bəli. Ünsiyyətdən istifadə eləmirlərsə hansı prinsip pozulur? Şəxsiyyət. Beynində təhlil eləyə bilmir əsəri. Hansı prinsip pozulur? Nəticə yönümlülük. Xeyr, şəxsiyyətdir. Müəllimlər, şəxsiyyətdə yadınızda deyilmi? Biz keçmişdik. İdraki, emosional, psixomotor. İdrak nədir? Kafadır da. Hə. Aydın. Yaxşı. İnnovativ qabiliyyəti zəifdir. Yaradıcılığı. Hansına gedəcək? Şəxsiyyət yönümlülük. Aha. Sonra Mən bu mövzuları təkrarlamamışam deyə yadımdan çıxıb. bu günlər ilk dərsimizdə idi, problem yoxdur. Hüquq vəzifədir burada müəllimlər. Bu lazım deyil. Gözləyim başqa bir seçim gətirim. Yəni kim qalacaq, gedəcək seçiminizi eləyin ki, çünki bizim o qədər vaxtımız yoxdur ki, yəni mən götürüm belə deyim də 3 saat YouTube dərsləri açım, ay reklam eləyim və s. eləyə bilərəm əslində, amma vaxtımız gedəcək. Başa düşdünüzmü müəllimlər? Mən də onu istəmirəm. Kim qoşulacaqsa qoşulacaq, dərsimizə başlayacaq. Çünki kiçik bir qrupdur, tez bazar işləməliyik. Gəlin bir dənə də sınaq verim. Burada keçmədiyimiz vardı ya, ona görə davam eləmədim o sınaqdan. Sorğu göndərəcəm. İxtisaslarınızı yazacaqsınız. Bir də ödənişli qrupa kim gələcəksə onları yığacam bir yerə. İxtisasınızı yazacaqsınız ki, mən gələn dəfə sizə situasiya sualı hazırlayanda, məsələn, fizikanın üçün PDF-nə yazacam fiziklər üçün, riyaziyyatçıların üçün yazacam riyaziyyat üçün. Yəni qarışdırmayaq da. Nə bilim, ibtidai yazacam. Aha. Yazdık mı? Baxaq mı yoxsa? Bəli. Aha. Deməli, deyir ki, müəllim özünü sinifin idarəçisi kimi göstərir. Bu bayaqki tipdəndir də. Hansı idi burada? Şagird yönümlülüyü pozur. Müəllim öz istəklərə cavab verəcək şəkildə dərs qurursa, yenə hansı pozuldu? Şagird yönümlülük. Planlı şəkildə qurmur, nəticə yönümlülük. Sonra şagird dərsdə öz fikrini çatdıra bilmir. Şəxsiyyət yönümlülük. Mətni söyləyə bilmir. Şəxsiyyət yönümlülük. Ay, sağ ol. Çünki ünsiyyət qura bilmir. Fikrini çatdıra bilmir. Şəxsiyyət Xeyir yönümlülük. danışa bilmir. Şəxsiyyətə gəlir. Şəxsiyyət yönümlülük. Düzdürmü? Çox. Yaxşı, bu 53 əvvəlkin tayıdır. Yaxşı müəllimlər, mən keçirəm situasiya suallarımıza. Fizika müəllimimiz buradadır. Qulaq asın müəllimlər, sizə də aiddir, ola bilər. Yəni öyrənəcəksiniz. Deməli, sual belədir. Amma gələn dəfə PDF-ə yığacam bu sualları. Deyir ki, diqqətlə qulaq asın. Müəllim dərsdə sıxlıq mövzusunu keçərkən şagirdlərə tapşırıq verir ki, yumurta ilə daşın oxşar və fərqli cəhətlərini qeyd etsinlər. İndi sual belədir. Müəllim şagirdlərin müqayisə aparmaq bacarığını inkişaf etdirmək üçün hansı iş üsulundan istifadə etmişdir və hansı iş forması daha effektiv olar? Deməli deyir ki, yumurta ilə
daşın oxşar və fərqli cəhətini qeyd eləsinlər. Sizcə burada hansı iş üsulu və hansı iş forması effektivdir? Qrup işi müəllimə. Xeyr. İş forması olaraq daha çox hansı olar müəllimlər? Yumurta, daş. Bəli. İş üsulu olaraq Venn diaqramıdır, oxşar fərqli cəhətdir. İş forması olaraq isə cütlərlə iş daha yaxşıdır. Yaxşı, bir dənə sual gəlir. Deyir müəllim, ümumdünya cazibə qanunu mövzusuna başlayanda belə bir sual verir. Uşaqlar, niyə biz yer kürəsində gəzə bilirik, amma ayda bir addım atan kimi uçuruq? Yoxsa ayın bizdən zəhləsi gedir və şagirdlər gülürlər, müzakirə başlayır. İndi sual belədir. Kurikulum tələbinə görə müəllimin dərsin əvvəlində verdiyi bu sual necə adlanır? Və dərsin hansı mərhələsinə xidmət edir müəllimlər? Şagirdlər güldülər, müəllim sual verdi. Motivasiya müəllimə. Ay, sağ o motivasiya mərhələsidir, çünki daha maraqlı elədi dərsi. Yəni görürsən ayın bizdən zəhləsi mi gedir? Amma əslində orada bir şey var ki, orada cazibə qanunu yoxdur da müəllimə, eləmi? Fizika ayda yoxdur. Amma yerdə olduğuna görə biz məsələn yerdə yeriyə bilirik. Deməli motivasiyanı qəşəng qurdumu? Dərsin motivasiya mərhələsidir. Bəs bu sual nə sualı idi? Tədqiqat sualıdır, araşdırma sualıdır. Yadınızda. Sonra Yaxşı yenə müəllimlər xoşunuza gəldi? Müəllimə. Deyim mənə. Sonra deyir ki, şagird elektrik cərəyanı mövzusunda test işləyərkən bütün cavabları səhv yazır. Müəllim ona deyir, oğlum sən elə bir dövrə qurmusan ki, lampa yox, bütün məktəb yanar. Sonra isə səhvləri necə düzəldəcəyini izah edir. Sual belədir. Müəllimin şagirdə səhvini göstərib inkişaf yolunu izah etməsi kurikulumun hansı qiymətləndirmə növünə və hansı komponentinə aiddir? Deyin görüm. Bu hansı qiymətləndirmə növüdür? Səhvini izah edir. Şagirdi sanki olduğu yerdən olacağı yerə aparır. Müəllimlər, sualı izah edirsənsə səhvləri. Şagirdi hara aparırıq? Olduğu yerdən olacağı yerə. Şagirdə pis qiymət yazmadı ki jurnala, bal yazmadı ki. Hətta bir zarafat da elədi ki, oğlum sən elə bir dövrə qurmusan ki, lampa yox, bütün məktəb yanar. Sonra da səhvini izah edir. Bu hansı qiymətləndirmədir müəllimlər? Formativ. Ay, sağ ol. Şagirdi olduğu yerdən olacağı yerə aparır. Əgər onları izah edirsə, olduğu yerdən olacağı yerə aparır. Amma burada həm də nə var idi müəllimlər? Komponent olaraq da əks əlaqə var. Müəllimlə şagirdin əks əlaqəsi. Yes? Bəli, müəllim. Gəlsin bir dənə qəşəng sualımız. Bəli. Gəlsin. Deməli, amma gələn dəfə orada yığacam bunları. Sadəcə ilk dərs üçün bilmədim qrupda, ixtisasda nə var. Fizika müəllimimiz burada. Bəli. Buradasınız. Sonra deməli deyir ki, fizika müəllimi istilik genişlənməsi mövzusunu keçəndə deyir, uşaqlar, məzun leyli üçün ah çəkəndə o istilikdən molekullar arası məsafə artır. Ona görə də məzunun ürəyi partlayırdı. Şagirdlər ədəbiyyatla fizikanın əlaqəsinə şoka düşürlər. Gördünüz müəllimlər, inteqrasiya elədi. Leyli ilə məzunun fizika. Hansı inteqrasiya oldu müəllimlər? Oldu fənlər arası inteqrasiya. Ay sağ ol. Deyir, müəllimin fizika qanunu ədəbi obrazla izah etməsi kurikulumun hansı prinsipidir? Biz elə dedik ki, bayaq inteqrasiyanın fənlər arası növüdür. Ay sağ ol. Bəli, bir dənə fən, ədəbiyyat tarixi. Gəlsin bir dənə də sonuncu sual. Deməli. Gəlsin. Müəllim sürət mi? Amma gələn dəfə misallarla verəcəm müəllimə fizikanın da, riyaziyyatı da. Yaxşı, məsələn bu misalı həll edəndə hansı taksonomiyanın hansı mərhələsi inkişaf edir falan misal. Fizikada da var da elə şeylər. Eləsi var ki, məsələn sürət zaman məsələsi düzdür müəllimə, riyaziyyatda da var bu. S bərabərdir V vurgu ilə eləyirsə bu hansı mərhələdir? İdrak taksonomiyasının anlama mərhələsidir. Məsələn sizə desəydi ki,
Sürət zaman düsturunu sadəcə şagird yazır, amma məsələni eləyə bilmirsə, deməli bu şagirddə xatırlama mərhələsi inkişaf eləyib. Amma ikinci şagird əgər bu düsturda həll eləyə bilirsə, yəni gedilən yolu tapa bilirsə, o anlamadadır. Amma artıq qeyri-adi biraz belə deyək də müəllimlər loru dildə kəsəgələr yoxlayırıq da, düzdür? 3 alan şagirdin həll edəcəyi məsələ anlama mərhələsidir. 4-5 alan şagirdin həll edə biləcəyi məsələdə gəlir tətbiqə düşür. Razısınız mənlə? Bəli. Elədir də. Çünki 4-5 alanlara niyə 4-5 verir? Çünki tətbiq etmə mərhələsi güclü olur. Və biz də müəllim olaraq o misallara baxan kimi bilirik ki, bunu 4 alan eləyə bilər, deməli idra taksonomiyasını tətbiq etmə mərhələsidir. Belə daha yadda qalan deyilmi müəllimlər? Sonra deyir müəllim sürət mövzusunu keçəndə sinifə 3 tapşırıq verir. Birinci tapşırıqda düsturu əzbərləyənlərdir. İkincidə məsələ həll edənlərdir. Üçüncüdə sürətin həyatımızdakı təhlükələri haqqında esse yazanlardır. Şagirdlərə deyir, kim hansını bacarırsa ondan başlasın. Müəllim, burada nə gördünüz? Bax, 3 dənə şərt qoydu və deyir, kim hansını istəyir onu götürsün. Sizcə kurikulumun hansı prinsipi var burada? Birinci anlamadır. Yox, kurikulumun prinsipi soruşuram. Bax, 3 dənə təklif verir. Deyir, əzbər deyənlər, məsələ eləyənlər, esse yazanlar. Deyir, kim hansını istəyir seçsin. Nə var burada? Kurikulumun hansı prinsipi? Şagird yönümlülükdə şagirdlərin özünə buraxır ki, yəni get hansını istəyirsən seç. Sonra sual belədir. Müəllimin şagirdlərin maraq və bacarıqlarını nəzərə alaraq müxtəlif tapşırıqlar verməsi hansı təlimin yanaşmasıdır? Yəni hər bir şagirdin potensialı nəzərə alınırsa. Bu da şagird yönümlülüğü. Yox, Bərabər bizə deyir hansı bərabər təlimin imkanların yanaşması. yaradılması. Yox, hansı Müəllimə, təlim? bərabər imkanların yaradılması. Yox, canım gözüm, hansı təlimin yanaşmasıdır? Variantları görsəz yazacaqsınız. İndi gələn dəfə variantları göstərəcəm. Diferensial təlimdir müəllimlər. Hər kəsə fərdi yanaşdı. Fikir verdiniz? İndividual yanaşdı. Kim hansını istəyir, etsin. Yaz. İndi də etiraf eləyin görüm. O deyir, ağla-ağla etiraf elə. Xoşunuza gəldi situasiya sualı. Yaxşı müəllimə. Qəşəng. Hər dəfə baxmayaraq ki, biz hələ ki o mövzuya gəlib çatmamışıq, hər dəfə situasiya sualı işləniləcək. İndi siz gəlin ona üçün bir dənə bunu işləyin. Bir dənə sualdır. Mən də ona üçün bir riyaziyyata aid olanı tapdım. İndi riyaziyyatdan verir. İzah eləyək. Şagird məktəbdə faiz dərsini öyrənir. Evə gedərkən yolda mağazaların qarşısında qeyd edilmiş paltarların 10% endirimdən sonraki qiymətini tapır. Verilən situasiya kurikulumun hansı prinsipinə uyğundur müəllimlər? Məktəbdə öyrənir, gedir həyatda tətbiq edir. İntegrativlikdir. Həyat inteqrasiyadır. Bəli. Aha. Deməli, indi keçirəm riyaziyyat situasiya suallarına. Deyir ki, müəllim bizi saniyə, funksiyalar mövzusunu keçərkən şagirdlərə belə bir tapşırıq verir. Təsəvvür edin ki, məktəb kitabxanasındakı 600 kitabı 5 şagird 2 sahada yerləşdirir. Şagirdlərin sayı artarsa vaxt necə dəyişər? Bu sualı, bu asıllığı düsturla ifadə edin və gündəlik həyatdan daha bir nümunə çəkin. İndi deyin görək müəllimlər. Deyin görək. Burada müəllim burada kurikulumun hansı prinsipini reallaşdırır və idrak taksonomiyasının hansı mərhələsinə uyğun fəaliyyət qurur? Kurikulumun hansı prinsipidir və idrak taksonomiyasının hansı mərhələsidir? İntegrativlik var müəllimə burada. Var. Həyatını əlaqələndirəcək. Bəli. Düzdür. Bəs taksonomiyalar nədir bu? Tətbiqdir də müəllimə. Çünki bu tip məsələni həll edən, kafa işlədən uşaq 4-5 alan uşaqdır. 3 alan bunu eləyə biləcək müəllimlər. Xeyr. Gördünüz? İndi belə daha yaxşı yadınızda qaldı. Nə zaman anlama, nə zaman tətbiqdir. 4-5 alan tətbiqdir. Sonra gedək ikinci suala. Deyir riyaziyyat müəllimi lövhədə müxtəlif dördbucaqlıların
parallelogram, romb, kvadrat, düzbucaqlının şəklini çəkir. O şagirdlərə müraciət edərək deyir, elə bir xassət deyin ki, o həm romba, həm düzbucaqlıya aid olsun. Lakin paralleogramın bütün növləri üçün mütləq olmasın. Şagirdlərdən biri diaqonalların bərabərliyi deyir. Bəli, çünki diaqonalların bərabərliyi, məsələn, kvadratda diaqonallar bərabərdir, düzbucaqlıda, amma rombda elə deyil, paralleogramda elə deyil, düzdür? Bəli. Digəri isə diaqonalların perpendikulyarlığını cavabını verir. Bəli, diaqonalları perpendikulyar olanlar bir şeydədir, rombdadır. Rombda, kvadratda. Bir də kvadratdadır. Aha. Ha. İndi sual belədir. Bu tapşırıq şagirdlərdə hansı növ təfəkkürü inkişaf etdirir? Və müəllim burada icra mərhələsində hansı iş formasından istifadə edə bilər? Hansı təfəkkürdür burada sizcə? Bax, şagird təhlil edəcək ki, görüm rombla paralleogramın oxşar cəhəti nə var, nələri ortaqdır, düzdür müəllimlər? Yəni diaqonal bunun üçün də ortaqdırmı? Hansı təfəkkürdür? Məntiqi təfəkkür. Bir də tənqidi. Siz testi görsəydiniz, ikisini bir götürərdiniz. Burada məntiqi və tənqidi var. Niyə? Çünki məntiqidə niyə, nə üçün sualına cavab axtarır? Axtarır da bu situasiyada. Tənqididə də oxşar və fərqli. Bəli, eyni bir yazılarında var, xal deməlmə. Burada artıq tənqidi təfəkkür var. Razısınız? Yaz? Ay, sağ olun. Sonra bəs iş forması olaraq hansından istifadə edə bilər? Trip işindən indi variantları görsəz seçərdi. Bir də beyin həmləsi eləyə bilər mənimdir. Əqli hücum. Lövhəyə yazır sualı. Hərə öz fikrini deyir, sonra düzləri, səhvləri izah edir. Beyin həmləsi daha yaxşıdırmı? Sonra. Aha, deməli bu tip sualda uşaqlar səhvə tapacaqlar. Bunu hansının situasiya? Deyir ki, mən gələn dərsə bildinizdə ev tapşırığında nə verdim? Birinci dərsi verdim, kurikulum nədir? Testini, PDF-ini atacağım, qısaltmalarını. Bir də canım sizə desin, videosunu atacağım. Sonra o birlərinki də var. Məndəki PDF-lər daha ətraflıdır. Yəni narahat olmayın. Təzə kitaba uyğundur. O birləri də yavaş-yavaş hamısını göndərəcəyik. 2-2-2. İndi mən sabahları plan düzəcəm. Görüm hər dəfə neçə dərs keçsəm, müəllimlər. Ən pis halda iyun ayının 10-undan da tezdə, yəni 5-nə 6-sına proqramı qutaraq. Sonra ancaq tez-tez hər gün canlı yayımlar eləyərik, proqramı bitirərik. Aha, deyir ki, müəllim lövhədə kvadrat tənliyin həlli zamanı qəsdən diskriminantın hesablanmasında işarə səhvi buraxır və həllə davam edir. Qəsdən eləyir, ha. Şagirdlərin bu səhvi tapıb əsaslandırmasını istəyir. Bu yanaşma kurikulumda şagird yönümlü prinsipin hansı tərəfini inkişaf etdirir? Bax, müəllim qəsdən səhv eləyir. Şagirddə nə inkişaf elətdirir bax burada? Müəllimlər, yadınızda saxlayın, bu şagirdlərdə diqqəti və özünü qiymətləndirməni, başqasının işini tənqid etməni, tənqidi təfəkkür inkişaf elətdirir. Çünki orada onun səhvini tapacaq, filan yerdə səhv elədiniz. Şagirdin diqqəti yüksək olmalı idi, müəllimə fokuslanmalı idi. Aydın oldu? Gözəl insanlar. İndi müəllimlər, qrupumuzda kimlər qalmaq istəyir və yaxud kimlər gəlmək istəyirsə, biz artıq standart dərsimizə başlayırıq. Fərqi yoxdur, qrupumuzu hansı ixtisasın müəllimi gəlsə də, özünüz də gördünüz ki, hər kəsi nəzərə aldıq biz. Yəni fizikdirsə, fizikaya uyğun indi birinci dərs idi, daha ekrana testlər gətirmədim, amma gələn dəfə testi gətirəcəm, daha yaxşı işləyəsiniz onda. Məsələn, kimya müəllimi isə kimyaya uyğun və s. Yəni bu Zoom qrupudur. Özəlliyimiz ondan ibarətdir ki, özünüz də görürsünüz ki, canlı diskussiya qururuq. Bu YouTube dərsindən daha keyfiyyətlidir. Sizin fikirləriniz necədir müəllimlər? Bəli, belə yaxşıdır. Bəli, YouTube-da çünki şərhi yazırsınız, yazana kimi o bir yoxa çıxır. Amma Zoom dərsidir. Yerlərimiz də az olacaq, məhdud sayda. Kim qoşulmaq istəsə, mən də bu videonu yayıram. Artıq biz sistemli dərslərimizə başladıq. Əlaqə nömrəmiz 051 641 88 34-dür. Tələsin qoşulun. Amma bir dəfə ödəniş edirsiniz müəllimlər. Ödənişi edən müəllimlər də narahat olmayın. Daha ödəniş eləməyəcəksiniz.
Hətta iyunun 1-dən indi mən BSG-ləri bu həftə təhvil verir müəllimlərə. Çalışacağam ki, dərs günlərinizi artırım. Məsələn, bazar günləri də YouTube-a canlı yayımlara gedə bilərik. Gedərik müəllimlər. Əlavələrimizi də artırarıq. İyunun 1-dən də daha çox hər gün işləyərik. Proqramı tamamilə bitirəcəyik, sınaqlarda işləyəcəyik. İxtisasınıza uyğundakı situasiya sualları gələcək. Hər bir dərsin qısaltma PDF-i, testi, sınağı hamısı göndəriləcək, yoxsa izahı. Və mənim müəllimlər metodum budur. Dərsi dərs vaxtı izah edirəm. Yəni bunu siz bəyənirsiniz yoxsa yox? Yəni mən quru-quru video atmıram. Siz dərsdə olduğunuz zaman mən izah edirəm. Sonra da videosunu yükləyirəm. İndi deyin, iradlarınızı bildirə bilərsiniz, fikirlərinizi bildirə bilərsiniz. Yəni bu üsul sizi qane edirmi? Mən riyaziyyatı da bu cür keçirəm. Heç vaxt quru videolar atmıram. Dərs vaxtı müəllimlərlə işləyirik onları. Yəni həqiqətən də dərsimiz də çox yaxşı olur. Müəllimlər canlı olur. Çünki videonu atanda quru-quru. Müəllimin bəzən vaxtı olmur. Həqiqətən ona baxmağa vaxtı olmur. Elə qalır orada, o da qalır onun üstündə, o da qalır onun üstündə, yığılır qalır. Amma dərs vaxtı qulaq asanda, onsuz da mən bunu qayda edirəm. Göndərəcəm qrupa və əldə eləyəcəksiniz bütün materialı. Oldu müəllimlər, növbəti dərsimiz deməli müəllimlər, Allah saxlasın kim balasıdır. Deməli, ödənişimiz 30 manat. Sadəcə bir dəfə ödəniş edirsiniz. Vəsiyo, imtahana qədər getdik. Daha ödəniş eləmirsiniz. Nə bilim, imtahana 11 gün qalıb gəlin yenə ödəniş eləyin, elə bir şey yoxdur. Yəni bir dəfə ödəniş elədiniz, vəsiyo, getdi. Oldu müəllimlər? Yəni kimlə gəlmək istəyirsə, kimlə də paylaşmaq istəyirsə. Yazaq sizə şəxsiyə ki, mən onsuz da riyaziyyat qrupunda da olan müəlliməyəm. Bəli, müəllimə, şəxsiyə indi mənə yazacaqsınız. Qrupa qoşulan müəllim, ödəniş eləyəndən sonra qrupa qoşacağam. Artıq biz biləcəyik ki, qrupumuzda neçə müəllim var. Bir də mənə zəhmət olmasa ixtisaslarınızı da yazın. Çünki mən situasiya sualları hazırlayanda ixtisaslarınızı nəzərə alın. Yəni narahat olmayın situasiyaya görə. Mənim müəllimlərdə 4 ali təhsilim var. Yəni yeri gəlsə fizikadan da situasiya yaza bilirəm, kimyadan da, nə bilim, tarixdən də yazaram. Yəni bilirsiniz ki, mən ixtisasca riyaziyyat müəllimiyəm. Yəni riyaziyyat müəllimi üçün o fənlər rahat bir şeydir. Buyurub rahatlıqla qoşula bilər. O bilirsiniz kimlər əziyyət çəkir? Çünki təsvir incəsənət müəllimidir, situasiya qura bilmir riyaziyyatla bağlı, fizika ilə bağlı, nə bilim eləsi var, rəsm müəllimidir. Onlar qura bilmirlər. Həqiqətən qura bilmirlər. Məndən razısınız müəllimlər? Hə, çünki onlar kollec qutarlar. Onların riyaziyyatı güclü olsa elə ali məktəbi oxuyardılar da belə baxanlar. Nəysə sözüm onda deyil, amma yaxşıları da var. Yəni onlar situasiya quramırlar əksəriyyəti. Gəlin, qoşulun qrupumuza, baxın. Yəni bəyəndiniz, bu da videonu da paylaşıram. Seçim özünüzündür. Buyurub qoşula bilərsiniz. Oldu müəllimlər, sağ olun. Sağlıqla qalın. Sağ olun. Yükləyirəm. Sağ olun, məmnun. Sağ olun.